Mən Məmmədov Pənah Muradoğlu, 1987-ci ildə Cəbrayıldan anadan olmuşam. 6 yaşıma qədər Cəbrayıl şəhərində yaşamışam. Bura ilə bağlı xatirələrim çoxdur. Cəbrayıl işğal olunduqdan sonra Cəbrayılı tərk etmək məcburiyyətində qaldıq. Biz Cəbrayıldan uzaq qalsaq da, amma əslində Cəbrayıl bizim içimizdə idi. Cəbrayılın xatirələrini yaşayırdıq. Bir gün ora qayıtmaq arzusu ilə yaşayırdıq. 2020-ci ildə Vətən müharibəsi başladı. Əsgərlərimiz, igidlərimiz rayon və rayon Qarabağı alırdı. Şükür Allaha ki, o gün gəldi və cənab prezident sağ olsun bu sözü dedi ki, bəs Cəbrayıl sən azadsan və biz həmin günü çox sevincli idik. Bir neçə il sonra artıq eşitdik ki, Cəbrayılda tikinti işləri gedir. Dövlət qurumlarına müraciət elədik. Sağ olsunlar bizləri qeydiyyata aldılar, ailəmlə məni. 2024-cü ilin sentyabr ayında biz bura Cəbrayıla qayıtdıq. Dövlət bizi burada evlə təmin elədi. Mən buradan qaçqın düşəndə ailəmlə 5-6 yaşım vardı. Cəbrayıla qayıdanda artıq mənim oğlumun 5-6 yaşı vardı. Bu il oğlum 1-ci sinifə gedib, burada məktəbə gedib. Bir neçə müddət sonra mən işləməli idim və Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Məni özünə məşğulluq proqramında qeydiyyata aldılar. Bir həftəlik bir təlimdən keçdim. Uğurla keçəndən sonra kiçik fotoatelye zərfi üzrə avadanlıqlarla təmin elədilər. Mən artıq 1 ilə yaxındır ki, Cəbrayılda yaşayıram. Kiçik fotoatelye biznesimi burada qurmuşam və gələcək üçün də biznesimi daha da genişləndirmək istəyirəm.